Bəzən vərdişlər həqiqətlərin qarşısına keçir. Bir çoxları bu günü sadəcə kişilər günü kimi qeyd etsə də, əslində bu tarixin bizim milli kimliyimizlə heç bir bağı yoxdur. Bir xalqın bayramı onun azadlığını, şərəfini və qəhrəmanlığını tərənnüm etməlidir. Bəs 23 fevral bizə nəyə xatırladır? Bu təqvim bizə məxsus olmayan, ruhu bizə yad olan və ən ağrılı günlərimizdə qarşımızda dayanan bir hərbi sistemin simvoludur. Bizim yaddaşımızda o ordu qəhrəmanlıq deyil, azadlıq istəyən dinc insanların üzərinə sürülən tanklar, parçalanmış talelər və işğal olunmuş torpaqlar deməkdir. Öz xalqının qanını axıdan, müstəqilliyini boğmağa çalışan bir gücün yaranma gününü də qeyd etmək şəhidlərimizin ruhuna və tariximizə qarşı böyük bir vəfasızlıqdır. Bizim əsl bayramımız torpağını canı bahasına qoruyan, vətən sağ olsun deyib ön cəbhəyə atılan Azərbaycan əsgərinin günüdür. Bizim qürur mənbəyimiz yad ellərin təqvimi yox, öz ordumuzun qazandığı tarixi zəfərlərdir. Kişilər günü bir təqvim vərəqi ilə deyil, vətənə olan bağlılıq və ləyaqətlə ölçülür. Gəlin, yad keçmişimizin kölgəsindən çıxaq və öz dəyərlərimizə sahib çıxaq. Çünki azad bir millətin bayramı da azad olmalıdır.